Çox hörmətli generalımız İlqar Lətifovu dəvət edirik. Arzularını bildirsin. Doktorun əziz, hörmətli dostu, sirdaşı, canı İlqar Lətifov. Zəhmət olmasa. Xoş gəlmişsiniz. Allah sizə can sağlığı versin. Maşallah olsun. Çox sağ olun söz verdiyinizə görə. Faiq qardaşım, İradə bacım, sizləri təbrik edirəm. Xoşbəxt olsunlar, oğullu qızlı olsunlar. Elimizə, obamıza da ancaq belə gözəl toyların, xoş günlərin olmasının qismət olsun. Təbrik edirəm Faiq. Təbrik edirik doktor. Allah xoşbəxt eləsin. Qoy mən deyim, sən mən yanıma gəl. Mən bununla İradə bura gəl. Ay İradə. Mən İradənlə bunun sevgisiyim, o birinin laf balacalıq, uşaqlıq ilə şahidiyəm. Həmin sevgi sən balı arzulayıram. Onlar bir-birlərində siz ikili can deyib danışsın. Allah bəxtəvər eləsin, xoşbəxt olsunlar. O gün olsun, Nəbi özünü ilə inşallah gördüsünə gələk. O günə yığışaq. Faiq doktor, sən bugün sevinç gündür, şad günündür. Səni birinci bu şad gündə təbrik edirəm, ikinci balaları təbrik edirəm, bu gül balaları, gözəl ailəni təbrik edirəm. Səni görüm, həmişə xoş günlər görəsən ailə, balalarına. Allah Taala o gün olsun ki, o evdən uşaq səsi gəlsin. O gün olsun ki, sən belə oğul nəvəsi oynadasan inşallah. Öpürəm səni, ürəyim. Təşəkkür edirik sizə, minnətdarıq. Hoş geldin. Başla, gelsin güzel bir müzik. Öz balaca dünyam var. Öz eşkimin oduyla alışıp yanıram ben. Gedişle özümü bəxtəvər sanıram ben. Öz eşkimin oduyla alışıp yanıram ben. Bu gedişle özümü bəxtəvər sanıram ben. Bu dünyamın içinde dünyamı tanıram ben. Dünyamı tanıram ben. Öz balaca dünyam var, laf balaca dünyam var. Dünya bizim dünyadır. Bu dünyamın içinde dünyamı tanıram ben. Dünyamı tanıram